Yasamaldakı dəhşətli yanğında ağır xəsarət alan tanınmış modelyer Könül xanımın qızı Ləman Qulamovanın vəziyyəti açıqlanıb. Təbibdən bildirilib ki, 2000-ci il təvəllüdlü şəxsin yeni klinikanın reanimasiya şöbəsində müalicəsi davam etdirilir. Hazırda pasiyentin vəziyyəti ağır stabildir, xəstə koma vəziyyətindən çıxıb, süni tənəffüs aparatından ayrılıb, huşu açıqdır və adekvatdır. Bununla belə yüksək axımlı oksigen müalicəsi ilə tənəffüs dəstəyi davam etdirilir. Tənəffüs patterni xəstənin nəfəs alıvermə tərzinin xarakteri hələlik tam normallaşmadığından intensiv müayinə və müalicə tədbirləri planlı şəkildə davam etdirilir deyə məlumatda qeyd olunub. Qeyd edək ki, yanğın zamanı 3 nəfər həyatını itirib, 27 nəfər isə xəsarət alıb. Yanğın zamanı həlak olanlardan Bakı Milli Geyim Evinin rəhbəri Könül Ümmətova Ləmanın anasıdır.